Gözəl havanı bəhanə edib yenidən yollandıq soyuq əllər isti ürək yarmarkasına. İlk yaxınlaşdığımız stend PQ Bistro oldu. Bu McDonald's tərəfdəki girişdən soldan 3-cü stenddir. Burada çox dadlı uzun soft pizza və quesadillas verilir. Sadə margarita pizza 5 manatdır. Hər əlavə edilən məhsul 1 manatdır. Hər birindən əlavə etsəniz 8 manat olacaq. Biz elə götürən kimi isti-isti yedik. Burada parda çıxır görə bilərsiniz. Pendiri əla dartılırdı, çox dadlıydı. Çox bəyəndik. Növbəti isə quesadillası sınadıq. Bunun da klassik variantı 5 manatdır. Hər əlavəyə görə 1 manat ödəyirsiniz. Buna da hər şey əlavə etsəniz 8 manat olacaq. Yanında dadlı fərqli bir sos ilə təqdim edilirdi. Pizza nə qədər ləzzətli idisə, düşünün quesadillası ondan da ləzzətli idi. Keçən il də bu stendi sınamışdıq, bəyənmişdik, amma bu il daha ləzzətli hazırlayırlar. Tövsiyə edirəm, sınayın. Növbəti yaxınlaşdığımız stend isə Magnolia oldu. Çünki ailəmizin də ən sevimli magnoliyaları məhz burada hazırlanır. Magnoliyaları bir yana, bu ilki mənim favorim bu Belmio desertidir. Mən bunu birə-bir Kinder Joy-a bənzədirəm. Dəhşət bir şeydir. Bunu necə bəyənməmək olar? Belmio 8, çiyələkli və şokoladlı magnoliyalar 7, ara yolu püstəli magnoliyalar 8, Dubai şokoladlı magnolia isə 10 manatdır. Biz hətta neçə növünü evə də götürdük. Bugündən bu qədər. Videonu bəyənməyi və əlbəttə ki, rey yazmağı da unutmayın.